N1 deyəndə nəyi nəzərdə tutduq Zahid müəllim? Düzdür, mən təlimdən bilirəm, amma izləyicilərimiz üçün. İstənilən halda en anlamı bu müəyyən bir hədd deməkdir də. Yəni eni ona görə qoyulur ora. Yəni bu o demək deyil ki, bu N1-dir. Amma sənin olduğun bir məqamdan və sənin daha yuxarı keçə biləcəyin bir məqamlar var da. Bu müəyyən sənətdə də belədir. Məsəl üçün siz jurnalistikada faktiki olaraq fəaliyyət göstərirsiniz və bu da bir məqamda bu gün olduğunuz nüans dünənə münasibətdə hansısa bir N1 N2-dir. Bax o keçidlər nəticədə səni ki qaldırır həmin o səviyyələri. Yəni o səviyyələrin orada o hər səviyyə keçidi başqa baxış radiosunun yaranmasıdır. Yəni dünənə görə bəlkə bir sözü demək üçün yazmalıydıq, nə bilim oxumalıydıq. Orada da bir-iki dəfə kadrı təzədən geri verim var idisə, bu gün sinə dəftər olursan. Nədən yaranır o? Həmin o səviyyələr dəyişdikcə və bundan həmişə də növbəti səviyyəsi var. Yəni bizim işimiz o elə yolda olmaqdır da, həmin o səviyyələrin üstündə işləməkdir. Yaxınlarda bir filmdən bir fraqmentə baxdım. Uşaq dediyim bir gəncdir. Anası deyir ki, nə olub sənə? Deyir ki, mən daha rəssamlıqla məşğul olmaq istəmirəm. Deyir, niyə? Deyir, çünki uğurumu görmürəm. Deyir, sənə necə gəlir? Uğur belə birbaşa qalxımdır. Deyir, o elə olmur. O pastipennadır. Pastipenni sözü, yəni addım-addımdır. Yəni sən gələcəksən bir məqama, bir çətinliyə çatacaqsan. Onu aşdıqda digər mərhələyə çatacaqsan. Bu mənada bizim həyatımızdakı, işimizdəki müəyyən çətinliklər bizə kömək eləyir ki, o en səviyyələrini keçə bilək. Çətinliklər kömək eləyir ki, onları keçək. Mən onu əslində belə deyirəm. Deyirəm, ya sən özünə problem yaradacaqsan, ya da sənə problem yaradacaqlar. Yəni onda hansı yaxşıdır? Əlbəttə ki, özün özünə yaratdığın. Çünki sən özün özünə yaratdığının nəticəsi sənin üçün növbəti uğur kimi göstərir. Amma digərlərinin sənə yaratdığı ola bilər ki, səni depressiyada salsın. Yəni çox maraqlıdır. Zahid müəllim, onda belə bir sual verirəm. Özümüz özümüzə necə problem yaradaq? Çox fərqli ola bilər. Yəni misal üçün biz keçən il işarə transformasiya təlimini keçəndə indi keçən iştirakçılar bu ildə gəldi. Yəni gördün onlar. Yəni ki, onlar üçün bu təlim gözlənilməz bir təlim idi. Çünki onların gördüyü deyildi. Və o bir təlimçi üçün bir fərq yoxdur əslində istənilən bir sahədən, amma mən öz sahəmdən danışım da. O nöqtə ki, həmişə yeniliyi yarada bilirsən. Bax, o özün sənin üçün yeni bir problemdir həm də yeni bir imkandır. Yəni keçən il keçdiyimiz təlimdən bu təlim aralığında mənim özümə yaratdığım növbəti problem nə idi? Mən növbəti bir təlim çıxartmaq istəyirdim. Növbəti bir etapına çıxmaq istəyirdim və o problem olaraq həm də imkana gətirdi. Nə imkanına? Yəni bu gün yaranan bir təlimə deyil. Bəs bu möcüzə dediyimiz təlimə? Bəli. Əslində bu gün bizim bu transformasiya təlimi dünya transformasiya təlimlərində növbəti etapdır. Çünki bununla bağlı biz keçən ildən bu yana böyük bir iş gördük. O işin nəticəsində biz dünyada baş verən bu sahədə olanların demək olar ki, hamısını araşdırdıq ki, nə baş verib, necə olub, nətər olub və bu təlimin qurulması özü-özlüyündə həmin o sahədəki növbəti en səviyyəsi idi. Yəni bizim Skalazlar barəsində bir film var idi, orada bilmirəm yadınızdadır yoxsa yox. O filmin içərisində bir nüans var idi. Bir kəslər gəldi, bir dağı qalxdı. O filmin axırında cavan bir oğlan gəlir. O aylarla fəth edilən bir yeri heç bir straxovka olmadan bir saata fəth edir. Yəni o etaplar keçdikcə o enlər dəyişə və hər bir şəxsin o dünyanın belə deyək də inkişafında bir rolu var və sən hardasan? Bax sual ordadır. Mən özümün bu sahədə olmasını öz kimliyimin tərkibində görürəm və ona görə də o sahədə durmaq yox, davamlı olaraq yeni addım axtarışındayım.